Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Chevrolet avtomobillərini almaq istəyənlər Zərdabi prospekti 88 ünvanına gələ bilərlər. Salam, Avtostop efirdədir. Performans Center'ın baş sponsorluğu ilə başlayırıq. Bugün Avtostopda sürücü və yol polisi arasında münasibət. Polis sürücü ilə necə davranmalıdır? Bizim yollarda sürücü özbaşınalıqları. Sürücülərimiz qaydaları necə bilir? Söz alanda. Bəs kəmərə istifadə etmədiyinizə görə nə qədər cərimə olacaqsınız, bilirsiniz onu? Yox. Bilmirsiniz? Avtomobilinizi yuduzduranda nələrə fikir vermək lazımdır? Qadın işində 20 manat qazanmaq imkanı. Diqqətli olun. Avtostop başlayır. Bəzən sürücülər yol patrul xidmətinin əməkdaşları ilə münasibət zamanı onların təlimatında göstərilmiş maddələri elə yol polisinə qarşı istifadə edirlər. Birincisi, bunun nəyi səhvdir? Çünki əgər siz qayda pozuntusu etmişsinizsə, sizin nəyinizə lazımdır ki, yol polisi necə davranmalıdır? Çünki yol patrul xidməti haqqında təlimat məhz yol polisi üçündür, sürücü üçün deyil. Adətən bizim sürücülər qayda pozduğu zaman ondan yayınmaq üçün yol polisinin hərəkətlərində səhv axtarırlar. Bəzən elə olur ki, yol polisi hər bir xırda detala fikir verməklə sürücüyə protokol yazmaqda israrlı olur. Bunu yadda saxlamaq lazımdır ki, yol polisinin birinci işi protokol yazmaq deyil. Yol polisinin işi hərəkət təhlükəsizliyini və fasiləsizliyini təmin etmək, yol hərəkəti pozuntusu olan zaman sürücünü qayda pozuntusu etməməyə dəvət etməkdir. Ən sonuncu iş isə cərimə yazmaqdır. Sürücülərin işi isə ən birinci olaraq qaydalara əməl etmək, daha sonra yol polisinin öz vəzifəsini düzgün yerinə yetirib yetirmədiyinə diqqət edə bilər. Lakin yol patrul xidməti haqqında təlimat yol polisi üçündür. Ondan yalnız yol polisi istifadə edir. Lakin sizə qarşı hər hansı bir qanun pozuntusu olarsa, bunun təlimata uyğun olub-olmadığını soruşa bilərsiniz. Elə məndən 65-155-ə zəng edərək. Əsas məsələlərdən biri sürücünün qayda pozmamasıdır. Əgər sürücü qayda pozmayacaqsa, təbii ki, yol polisi ilə ünsiyyətdən yayınacaq. Amma yol polisi əməkdaşlarının da sürücülərə qarşı etik davranış kodeksi var. Nələrdən ibarətdir, biləcəksiniz. Yol patrul xidməti haqqında təlimata əsasən yol polisi həm piyada, motosiklet, vertolyot və ya avtomobillə xidmət apara bilər. Yəni, bəzi sürücülər soruşurlar ki, yol polisi piyada olsa saxlamalıyıq mı?
Siz istənilən halda yol polisinin saxla əmrinə tabe olmalısınız. Çünki bu əmrə tabe olmamaq 4 bal və 80 manat cərimə ilə cəzalanmaq deməkdir. Həmçinin sürücülər yol polisinin mülki avtomobillə xidmət aparmasının doğru olub-olmadığını soruşurlar. Yol patrul xidməti haqqında təlimatın 4-cü bəndinə əsasən yol polisi xüsusi rəng qrafikası olmayan, xidməti əməliyyat və ya digər nəqliyyat vasitəsində günün işıqlı vaxtlarında xidmət apara bilər. Lakin bu xidmət zamanı avtomobil təqib olunmuş, qeydə alınmış qayda pozuntusu raport şəklində avtomobilin qeydiyyatı üzrə göndərilir. Həmçinin gizli xidmətin bir növü də yol polisinin avtobusda mülki geyimdə oturaraq sürücünün hərəkətlərini müşahidə etdikdən sonra ona son dayanacaqda və ya stasionar postların birində inzibati protokol tərtib etməsidir. Gizli xidmət haqqında yol polislərinin birbaşa rəisləri qərar verməlidirlər. Mütləq surətdə sürücü günahkardır və mütləq surətdə yol polisi düzdür prinsipləri də yoxdur. Yol patrul xidməti haqqında təlimata yol polisi, yol hərəkəti qaydalarına isə sürücü əməl etməlidir. Daha bir məsələ isə yol polislərinin avtomobillərinin gizlədilməsi ilə bağlıdır. Yol patrul xidməti haqqında təlimatın 4.5-ci bəndinə əsasən yol polislərinin xüsusi qrafikalı avtomobilləri sürücülərə kifayət qədər aydın məsafədən görünən olmalı, ağac, bina, qurğu, reklam lövhələrinin arxasında gizlədilməli deyillər. Həmçinin yol hərəkəti haqqında qanuna əsasən dayanma durma qadağan olunan yerlərdə yol polisinə dayanmaq olmaz. Bu həm də piyada xidmət aparan naryadlara aiddir. Şəhər kənarı yollarda yol polisi sutkanın qaranlıq vaxtlarında sayrışan işıqlardan mütləq istifadə etməlidir. Bütün bunlar hərəkətin təhlükəsini təmin etmək üçün və yol polisini görən sürücülərin özlərini yığışdırması üçündür. Bəs sürücülər bu təlimatdan istifadə etməlidirlərmi? Təbii ki, xeyr. Sürücülər yol hərəkəti haqqında qanuna əməl etməlidirlər. Burada sürücünün vəzifələri açıq-aydın göstərilir. Təlimata əməl edib-edilmədiyini sizə hüquqşünas anlada bilər. Siz yol patrul xidməti haqqında təlimatdan istifadə edərək öz qanun pozuntusunuzdan yayına bilməzsiniz. Çünki sizin qanunla müəyyən edilmiş məsuliyyətiniz var. Məsələn, avtomobilə əyləşən zaman təhlükəsizlik kəmərini bağlamalısınız və sərnişinlərin də bu kəməri bağlamağı təmin etməlisiniz. Edirsinizmi? Onu da deyim ki, sərnişin kəməri bağlamırsa, bu zaman cəriməni sürücü ödəmir. Amma sürücü baş verəcək hadisədə kəmər bağlamayan sərnişinə görə məsuliyyət daşıyır. Yol patrul xidmətinin əməkdaşlarının üzərində mikrofon, avtomobillərində isə kamera olmalıdır və sizinlə olan danışıq fasiləsiz olaraq qeydə alınır. Ona görə yol polisinə nə isə təklif edəndə ehtiyatlı olun. Çünki rüşvət təklif etməyə görə də məsuliyyətə cəlb oluna bilərsiniz. Əlavə olaraq, günahınızın sübutu kimi yol polisindən həmin video görüntünü istəmək hüququna da maliksiniz. Həmçinin yol polisi sizi əsassız saxlaya bilməz. Yalnız qayda pozuntusu olduqda, texniki baxış talonu olmadıqda, avtomobiliniz barədə həbs qərarı olduqda, avtomobildə cinayətkarların olması haqqında məlumat olduqda, sürücünün hərəkətləri şübhə doğurduqda, reydlər və saxlama tədbirləri olduğu zaman avtomobil saxlanıla bilər. Sənəd yoxlanması yalnız stasionar postlarda olur. Sürücü və yol polisi bir-birinə qarşılıqlı hörmət etməli, bir-birlərini sona qədər dinləməlidirlər. Əgər sürücü əsəbi olarsa, qeyri-adekvat hərəkət edərsə, bu zaman yol polisi kənara çəkilərək onun sakitləşməsini gözləməlidir. Üstəgəl, bu hal sürücünün haqqında çıxarılan qərarı ağırlaşdırmalı deyil. İstənilən halda siz sürücülər qaydalara əməl etsəniz, heç kim sizi saxlamaz. Hüquq pozuntuları olursa, bu zaman vaxt itirmədən Baş Dövlət Yol Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə və ya məhkəməyə müraciət edə bilərsiniz. Yol polisini özünüzə düşmən, sürücünü özünüzə çörək görməyin.
yol hərəkəti haqqında qanuna əməl, yol patrul xidməti haqqında təlimatı isə riayət etmək lazımdır. Qarşılıqlı hörmət yolda təhlükəsizliyin garantıdır. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performance Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Chevrolet'dən yeni fürsət. Performance Center şirkəti, bank və sığorta xərcləri daxil. Yeni Aveo'nu ilkin ödəniş 1750 manatdan və yeni Cruze'u 2500 manatdan başlayan qiymətlərlə təklif edir. Buna inan. Ünvan Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti 88, telefon 1633 və ya 012 433 48 88 050 433 48 88. Q8 mühərrik yağı neftlə zəngin küveytin xam malı əsasında hazırlanan yüksək keyfiyyətli mühərrik yağıdır. Təmiz keyfiyyət sloqanı məhz Q8 yağı üçündür. Q8 mühərrik yağı avtomobilinizin mühərrikini artıq işləmədən yanacaq sərfiyyatından qoruyur. Mühərrikin ömrünü uzadır. Q8 mühərrik yağları küveytin xam nefti əsasında Avropada istehsal olunur. Q8 mühərrik yağlarının istehsalçıları üçün sizin razılığınız önəmlidir. Daha ətraflı məlumat almaq üçün zəng edin 055 560 08 08 və ya Q8 mühərrik yağının nişanı olan yağ dəyişmə məntəqələrinə mütləq müraciət edin. Q8 mühərrik yağları, təmiz keyfiyyət. Mənim yol hərəkətindən bağlı sualıma düzgün cavab verməklə bizdən 20 manatlıq danışıq kartı və Əziz Talıbovun kitabını hədiyyə qazana bilərsiniz. Bunun üçün nə etmək lazımdır? İndi verəcəyim suala hamıdan tez və düzgün 8155-ə SMS yazmaq lazımdır. Beləliklə, diqqət sual. Bu nişanın mənası nədir? Düzgün cavabı 8155-ə SMS-lə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Bizim sürücülərin özbaşınalıqları sərhəd tanımır. Qayda pozmağı özlərinə fəxr hesab edənlər utanmalıdırlar. Çünki qaydaya əməl etmək müsbət insani keyfiyyətdir. Qayda pozmaq ən azından cəmiyyətə qarşı mədəniyyətsizlikdir. Birinci hadisə. Bu cür qaydanı pozanın cəzasını Tanrı verdi. Əks istiqamətli nəqliyyat axınına qarşı çıxaraq manevr edir. İdarə etməklə bacarmır və yolun kənarındakı polis budkasına çırpılır. Yaxşı ki, həmin budka boş idi. Burada qanuna qarşı açıq-aşkar hörmətsizliyi var. Bu sürücü özünü göstərmək, yolunu qısa etmək üçün qaydanı pozur. Axırı isə belə olur. Növbəti hadisə avtobus sürücüsünün iştirakı ilə baş verir.
Hamı sakit svetoforda dayanıb yaşıl işığı gözləyir. Bu zaman arxadan gələn ağ rəngli avtobus əyləcin yerini unudur. Kadrlardan göründüyü kimi bu zaman avtobus sürücüsü yüksək sürətlə gəlir. Ola bilər əyləc sistemi imtina etsin. O zaman sual yaranır. Bu avtobus xəttə çıxanda gündəlik texniki müayinədən niyə keçmir? Daha bir hadisə. Bu hadisəni şərh etməzdən öncə yolun kənarına baxın. Bu boyda avtomobil yığışıb bura və onların hər biri yolun hərəkət hissəsini tutublar. Digər sürücülər isə yolun sağı ilə deyil, yolun solu ilə hərəkət edirlər. Baxmayaraq ki, bu hadisə zamanı sürücüdən kənarda sağ zolaq boş idi. Hadisənin baş verməsinə səbəb qəfil tormozlama və ara məsafəsinin saxlanmamasıdır. Bu cür ara məsafəsini saxlamaqla sürücü təbii ki, ziyan çəkmək riskini artırır. Növbəti hadisə. Ağ rəngli Vaz 2107 yerdə çəkilmiş yalnız düzünə nişanlanma xəttinə əməl etmir. Geriyə dönməni yerinə yetirməyə çalışır, bir nəqliyyat vasitəsinə qəza şəraiti yaradır. Digərini isə vurur. Gördüyümüz kimi yolu qısaltmaq istəyən, amma sonunda ziyana düşən sürücü oldu. Yolda yalnız düzünə xətti çəkilibsə, deməli, yalnız düzünə getmək lazımdır. Yüksək sürət və zolağın düz seçilməməsinə daha bir misal. Bir nəqliyyat vasitəsi sola dönməyə çalışır. Bu zaman onu yüksək sürətlə gələn avtomobili vurur. Vuran avtomobil boş sağ zolağı qoyub solla gəlir. Dönən isə deyəsən onun bu cür sürətlə gələcəyini gözləmirdi. Adi qayda pozuntusunun necə bir faciəyə çevrildiyini görün. Sadəcə kimsə zolağı düz seçmədi və nəticəsi yolda ehtiyatlı olun.
Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Chevrolet'dən yeni fürsət. Performans Center şirkəti bank və sığorta xərcləri daxil olmaqla yeni Avayonu ilkin ödəniş 1750 manatdan, yeni Cruzu isə 2500 manatdan başlayan qiymətlərlə təklif edir. Buna inan. Ünvan Bakı şəhəri, Həsənbəy Zərdabi prospekti 88. Chevrolet. Q8 mühərrik yağı neftlə zəngin küveytin xam malı əsasında hazırlanan yüksək keyfiyyətli mühərrik yağıdır. Təmiz keyfiyyət sloqanı məhz Q8 yağı üçündür. Q8 mühərrik yağı avtomobilinizin mühərrikini artıq işləmədən yanacaq sərfiyyatından qoruyur. Mühərrikin ömrünü uzadır. Q8 mühərrik yağları küveytin xam nefti əsasında Avropada istehsal olunur. Q8 mühərrik yağlarının istehsalçıları üçün sizin razılığınız önəmlidir. Daha ətraflı məlumat almaq üçün zəng edin 055 560 08 08 və ya Q8 mühərrik yağının nişanı olan yağ dəyişmə məntəqələrinə mütləq müraciət edin. Q8 mühərrik yağları, təmiz keyfiyyət. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam. Buyurun, yol məlumat xidmətdə işləyirəm. Başa düşdüm. Sistemə düşmüşdü 15 gündən sonra, yoxsa yox? Belə şey olur, bu artıq sizin məsuliyyətiniz deyil, dövlət yol polisinin məsuliyyətidir. Bundan sonra otursa və faiz gəlsə üstünə, o düzgün deyil ha, faizsiz ödəyəcəksiniz. Hansı rayondur? Hansı rayondur? Və icbari sığorta mütləqdir, 10 manatdır icbari sığorta, plus maşın cərimə meydançasına gedir. Siz sağ olun, minnətdaram, sağ olun. 65-155 zəng, 81-55 yol məlumat xidməti. Siz bütün mobil operatorlardan 65-155-ə zəng edərək, 81-55-ə isə SMS yazaraq şəxsən mənə yol hərəkətinə bağlı suallarınızı ünvanlaya bilərsiniz. Beləliklə, 65-155-ə zəng edin, 81-55-ə isə SMS yazın. Yol məlumat xidməti sizin üçündür. Kəmər taxmamadığına görə sürücülərimiz nə qədər cərimə olunurlar? Bunu bilirlər. Məni qabaq 20 manat idi, indi qaldırıblar deyəsə 50 mi yoxsa 60 manat edirlər. Aydın, çox sağ ol. Amma hələ ki qüvvəyə minməyib deyəsən o. Necə? Hələ ki qüvvəyə minməyib deyəsən. Cərimə 40 manat. O içəri xotlayan kimi dın səs gəlir, mən salıram şey. Aydın, çox sağ ol. Qıtıda 40 manatdır. Bəs kəmərə istifadə etmədiyinizə görə nə qədər cərimə olacaqsınız, bilirsiniz onu? Yox. Bilmirsiniz? Yox. Bizə firma maşını məcburdur istifadə etmək kəmər. Fiziki şəxs kimi deyəsən 40 manatdır. Hüquqi şəxs kimi? Hüquqi şəxs kimi 80 manata gəlib çıxır. Qiymətlər dəyişir. Hə. Bunu harada görmürsünüz belə? Görmüsə bu qayda qanundur. Hansı qayda qanununda? Hansı qayda qanununda? Təbii ki, Azərbaycan Respublikasının qoyduğu qanununda. Milli Məclisin qoyduğu. Nə qanundur? O qanundakı İncibati xətaların məcəlləsində yazılıbdır. O cəriməsi bilməm 20 manat, 30 manat, 40 manat səhv eləməmişəm. Daha ben zıbba orada gördüm. Çıktım aradan. Geri geldi çıktım. Özəsiniz. Allah razı olsun. Sizə bir sual verəcəyik. Valla bildiyiniz bir şey, bilmədiyiniz bir şey olsa deyin ki bilmiyorum. Adamım, ben bilmirəm. Başla adam. Kəmərə taxmırsınız? Taxıram. Bəs taxırsınız onun cəriməsi nə qədər olduğunu bilməlisiniz. Nə qədərdir? Bağışlasam. 20 manat olar. 20 manat, oldu, çox sağ olun. Adın nədir? Cəmilə. Nə? Cəmilə. Səni bura kim göndərib? Nənə.
Nənən hanı? Orada. Neynir nənən orada? Nənən orada neynir? Dilənər. Niyə? Kəmərin cəriməsi 20 manatdır. Bəli. Bəli. Mən testləri özüm vermişim prova alanda. Bəli. Çox sağ olun, minnətdarıq. 20 manat. 20 manat. Bu dəqiq bilirsiniz. Bunu belə eşitmişəm. Çünki mən həmişə kəmər taxıram. Ona görə mən kəmərə görə bir söz deyən yoxdur. Deyən 50 manatdır. 50 manatdır. Dəqiq bilirsiniz. Mən bilən elədim. İkinci xətdə. Siz maşınlar dayanır, siz dayandınız. Hə, ona fikir verməmişim. Bu olmaz yəni. Hə, boşdur. Kəmərdən istifadə edirsən həmişə? Əcib deyil. Əgər kəmər taxmasaz, nə qədər cərimə olunlarsınız? 40 manat nə qədər? Bunu dəqiq bilirsiniz. 40 manat da. 40 manatdır yoxsa elə 40 manatdır? 40 manat olmalıdır. Cərimə bir saat qalxdı da. Nə vaxt qalxdı? Yox, çoxdan. Cərimədə bir dənə remen idi, bir dənə ineyi qaldırdılar. Neyse ikisini qaldırdılar. Kəmərə görə cərimə olunmusunuz? Ha, kəmərə görə cərimə olunmusunuz? 15 manat idi, deyəsən. Olunmusunuz. Nə qədər olunmusunuz? Deyəsən 15 idi. 15 manat? Deyəsən. 15-dən qalxdı promil 40-a. Deyəsən 40 olur. Mən həmişə kəmərlə gəzirəm. Heç kəmərə görə cərimə olunmamış. Heç ümumiyyətlə cərimə olmamışam mən. Bəs bilirsiniz ümumiyyətlə cərimə olunsaz kəmər üçün nə qədər olarsınız? Yəqin ki, bir 30 manat alarlardı. Onun qiymətini mən deyəsən 42 manat. Bu oğlan bilir, bax qayda işləyir. Siz bilirsiniz özünüz? Yox, bilmirəm. O oğlandan sorur. 40 manat. Dəqiq bilirsən? Bəli. Bəs ikinci xəttə niyə dayanmışsan? İkinci xətdə bilet alıb çıxır, yer yox idi saxlamağa. Aydın, çox sağ olun. Buyur. Bir dəqiq gözlə. Onu bilirsənmi? Bəli. Nə qədər? 40 manat. Dəqiq bilirsən? 90% bilirəm dəyişməyibsə. Ha, aydın. Bəs ikinci xəttə niyə dayanmışsan? İkinci xəttə çıxıram, ona görə dayanmışam. Çünki yeri də yoxdur yəni saxlamağa. Bilirsən də bu olmaz. Bilirəm, əlbəttə bilirəm. Ha, aydın. 20 manatdır. Dəqiq bilirsiniz? Mən bildiyim qədər dəqiq. 50 manat. 50 manat. 40 manat. 40 manat. Dəqiq. Bəli. Было 50 манат, сейчас, по-моему. Было 50. А сейчас сколько? А сейчас не знаю. Но так как я все время пристегиваюсь, поэтому... Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Chevrolet'dən yeni fürsət. Performans Center şirkəti bank və sığorta xərcləri daxil olmaqla yeni Avayonu ilkin ödəniş 1750 manatdan, yeni Cruzu isə 2500 manatdan başlayan qiymətlərlə təklif edir. Buna inan. Ünvan Bakı şəhəri, Həsənbəy Zərdabi prospekti 88. Chevrolet. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam,
Qadın işi rubrikamız efirdədir. Bugün söhbətimiz avto yuyulmadan gedəcək. Avtomobilimizi yuduzdurarkən hansı məqamlara diqqət etməliyik? Sizə praktik və sınaqdan keçmiş bəzi məsləhətlərimiz var. Avto yuyulmaya göstərdiyi münasibətə görə sürücülər iki kateqoriyaya ayrılır. Birinci kateqoriyada olan sürücülər avtomobili vintlərinə qədər yuduzduran sürücülərdir. İkinci kateqoriyada olan sürücülər isə özləri avtomobilin çirkinə bulaşana qədər yuyulmanı təxirə salırlar. Elə yuyulma məntəqəsində də sürücülər özlərini iki cür aparırlar. Kimisi avtomobili işçilərə təhvil verib kofe və çay içməyə gedir. Kimisi isə yuyulma məntəqəsində qalıb bütün xırdalıqlara qədər nəzarət edir. Bilmirəm siz hansı kateqoriyaya aitsiniz. Ancaq onu bilirəm ki, avto yuyulmada daha çox aldadılan elə qadınlar olur. Nəzarət elə şəkildə qurulmalıdır ki, kaprizli statusuna layiq olmayasan, amma avtomobilin də necə gəldi ayaqüstü qulluğuna görə pul ödəməyəsən. Ən ideal variant yüksək keyfiyyətli texnika ilə təchiz olunmuş avto yuyucu tapmaq olar. Əgər müstəqil şəkildə belə bir yuyucu tapmadınızsa, onda park etmədəki qonşularından belə bir yuyucu haqqında maraqlana bilərsən. Bəlkə də bu yolla avto yuyulmada ən yaxşı işçinin növbəsinə təsadüf edə bilərsən. Əslində avtomobili kontaktsız yuyulmaya vermək daha yaxşıdır. Bu üsul avtomobilinizi cızılmadan qoruyacaq. Yuyucuya gəlməmişdən əvvəl qərar verin. Avtomobilinizi necə yuduzduracaqsınız? Şampunla ya şampunsuz avtomobilin qapı kəndarlarında yuduzduracaqsınızmı? Qərar verin. Avtomobilin salonu təmizlənəcəkmi? Bagajınızda hansısa bir əşyanın qalmadığından əmin olun. Elə bagaj demişkən, bagajı da təmizlətsəniz pis olmaz. Siz elə bilirsiniz ki, işçilərə sadəcə avtomobili yuyulmaq üçün təhvil vermək yetərlidir? Əsla. İlk növbədə avtomobilin içərisində olan bütün ayarların necə qalması barədə işçiyə məlumat verin. Avtomobilin necə yuyulacağı barədə əvvəlcədən razılaşın. Maşının problemini, nasaz yerləri barədə onlara məlumat verməlisiniz. Əks halda onlar nəyisə lüzumsuz yerə yuya və ya çirkli saxlaya bilərlər. Yuyulmayan halda siz zaman və əsəblərinizi gərəksiz yuyulmaya görə pulunuzu xərcləmiş olarsınız. Xanımlar, diqqətli olun. Avtomobildə elə hissələr var ki, işçilər bu yerləri çox vaxt sonacan yumurlar və ya qurutmurlar. Avtomobil üçün yuyulma məntəqəsini seçəndə diqqətli olmaq lazımdır. Həmin məntəqənin böyüklüyünün əhəmiyyəti var. Çünki böyük məntəqələrdə daha çox kapital qoyulur və oradakı yuyucuların səriştəsi daha yüksəkdir. Mütləq fikir vermək lazımdır ki, oradakı adamların səliqəsi necədir və hansı avadanlıqları var. Buradan mütləq parla yuma, təmizləmək üçün pilisosun olmasına fikir vermək lazımdır. Bundan əlavə xüsusi dərini təmizləmək üçün, sonra oturacaqları təmizləmək üçün xüsusi mayelərin olub-olmamağına fikir vermək lazımdır. Buna bəzən kimyəvi təmizləmə elementlərinin hamısının olmağı vacibdir. Bundan əlavə, maşını yuma məntəqəsinə verməmişdən əvvəl mütləq diqqətli olun. Onun içərisində çalışın ki, heç nə qalmasın. Bəzən görürsən ki, xanımlar oturduqda oturacağın aralarına, hansısa gizlin bir yerlərə, ola bilsin ki, qiymətli bir şeylər düşür, hansısa bijuteriya düşür və ya pul düşür, telefon düşür. Mütləq baxmaq lazımdır ki, oralarda heç nə olmasın. Çünki sonradan yəni bunun sizin orada düşürməyiniz və ya düşürməməyiniz haqqında sübut etmək biraz çətin olacaq. Bundan əlavə yuyulmada baxmaq lazımdır ki, yuyulan, yəni su, istifadə olunan su normal sudur. Bəzən bir neçə dəfə dövrdən keçmiş sulardan istifadə olunur ki, onların da şoranlığı artmış olur və o da avtomobilin üzərində sonradan izlər bırakır. Əmin olun ki, tam yuyulmayan hissələr korroziyaya gətirə bilər. Əgər avtomobilin künc yerlərinə antikor maddə çəkilməzsə, korroziya biriki ilə bu avtomobili yararsız hala salacaq. Əslində yaxşı yuyulmayan və ya yaxşı qurudulmayan avtomobillərinizin də müəyyən müddətdən sonra adi dəmir parçasına çevrilmək ehtimalı var. Korroziyadan qorumaq üçün avtomobilinizi nəzərə almalısınız ki, avtomobilə müəyyən antikor maddələr vurulur. Etiraf eləməliyik ki, palçıqlı küçələrimizin çirkləri də avtomobilimizin korroziyaya uğramasında böyük rol oynayır. Keçək qurudulmaya. Avtomobilin tam qurudulmasına fikir vermək lazımdır. Əgər avtomobil tam qurudulmazsa, qalan su sonradan korroziyaya səbəb ola bilir və avtomobildə çürümələr olur. Bəzi hallarda biz onu gözümüzlə görənmirik, harada su qalıb, su qalmayıb. Ona görə də biraz diqqətli olmaq lazımdır. Qapıları açıb onların arasına, bagajnik qaldırıb qapağın görünməyən hissələrdən baxmaq lazımdır ki, həmən hissələrdə su qalıb, yoxsa qalmayıb. Əgər su qalıbsa, xahiş etmək lazım ki, onu təzəldən qurulasınlar.
Ümumiyyətlə avtomobillərə korroziyanın qarşısını almaq üçün antikorrop materiallardan istifadə olunur. Amma müasir avtomobillərin əksəriyyətində bu maddələr zavod tərəfindən onun üzərində gəlir. Ona görə də əlavə maddələrin vurulmasına ehtiyac yoxdur. Əgər yox, avtomobilin qoruyucu qatında hansısa problemlər əmələ gəlmişdirsə, onda onu düzəltmək lazımdır. Ondan çox xüsusi maddələr var, onlar üçün. Qış yuyulmasında əgər qış vaxtı bizim yollarımıza xüsusi sorbentlər tökülürsə, həmən sorbentlər avtomobildə korroziyanı gücləndirə bilər. Ona görə də əgər biz qışda buzlu havalarda sürdüksə və həmən sorbentli yollardan getdiksə, onu mütləq qısa bir müddətdə təmizləmək lazımdır və onun təmizlənməsinə biraz artıq su sərf etmək lazımdır ki, qalmasın və qış vaxtı qurulama məsələsinə daha diqqət yetirmək lazımdır. Çünki qurullama əgər normal aparılmazsa, korroziya daha çox gedər, çünki su yayda tez buxarlanır, qışda isə o gec buxarlanır. Əziz xanımlar, sadalanan tövsiyələrə qulaq atsanız, gələcəkdə müəyyən problemləri yaşamaqdan azad olacaqsınız. Bəzi hallarda isə biz bahalı oyuncağımıza xüsusi diqqət etməliyik. Demək olar ki, bütün yuyulma məntəqələrində avtomobil əllə qurudulur. İşçilər xüsusi fırçalarla suyun artıq hissəsini kənara atır, daha sonra parça ilə qurulamağa başlayırlar. Bu elə də yaxşı yol deyil. Bəzən bu cür qurulamada avtomobil tam qurumur. Buna səbəb həm də xanım sürücünün utanaraq maşını tam sindirməyə təkid edə bilməməsidir. Xəbəriniz olsun ki, avtomobil böyük fenə bənzər elektron qurutma maşınlarında qurudulmalıdır. Bu qurudulma prosesi kapotdan bagaja qədər hərəkət edir. Güclü isti hava axını avtomobili istənilən hissəsinə və boşluqlarına qədər qurudur. Bu cür qurudulma daha yaxşı yoldur. Çünki tam qurulmayan avtomobil hissələri qış vaxtı dona bilər. Misal üçün, yaş rezin qapının boşluqları buz bağlaya bilər. Bu cür qapını açmaq üçün isə bir xeyli əziyyət çəkməli olacaqsınız. Əslində bu yerlərə, yəni boşluqlara xüsusi silikon spreylər vurulur. Avtomobilin açar və dəstək yerləri donmasın deyə bu yerlər əvvəlcədən xüsusi isti hava ilə qurudulur. Bir də son olaraq onu deyim ki, özünüzü oğurluq hadisəsindən sığortalamaq üçün bütün əşyalarınızı özünüzlə çantada götürün və ya avtomobilinizdə olan video qeydiyyatçını işlək buraxın. Teleməkanda qadın sürücülərə yardım olmaq işində ilk və tək olan Qadın İş rubrikası gələn həftə qonağımız olacaq. Mühərrikin ömrünü uzatmaq istəyirsinizsə, o zaman mühərrik yağını vaxtı-vaxtında dəyişmək lazımdır. Mühərrik yağını necə və hansı üsullarla dəyişirlər, bu haqda bugün sizə məlumat verəcəyik. Avtomobilin yağ boşaltma nöqtəsi motorun aşağı ətrafından yuxarıda yerləşir. Bunun nəticəsində mühərrikdə qalmış köhnə yağla yeni yağ qarışanda nə olunur? Bu gördüyünüz şəffaf qabda köhnə yağdır. Yəni avtomobilinizin mühərrikinə baxsanız görərsiniz ki, bu köhnə yağdır, bu qara rəngdə. Bu 208 mühərrik yağıdır. 5W40 onu köhnə yağın üzərinə əlavə edəcəyik və siz özünüz görəcəksiniz ki, köhnə yağın üzərinə təzə yağ əlavə olunanda nələr baş verir. Təsəvvür edin ki, bax bu köhnə yağ sizin mühərrikdədir. Mühərrikinizin halını təsəvvür edə bilirsinizmi? İlk olaraq bütün yağların mühərrikdən çıxarılmasına əmin olmaq lazımdır. Xüsusi texniki vasitə ilə mühərrikdə qalan bütün köhnə yağların qalıqlarını təmizləmək lazımdır. Bəli, bu çox vacibdir. Nəinki yağı, digər mayelərində yenilənməsi zamanı köhnə mayələrin qalıqları da təmizlənməlidir. Maşınımızın motoru 1.6 motordur. İli 2006-cı ildir. Yürüyüşü 155.000 kilometrdir. Bu maşının yağını çəkmək üçün bizə bu aparat lazımdır. Çünki məsləhət ki, yağı yuxarıdan çəkilsin.
Yeni yağ tökülən zaman onun Q8 mühərrik yağının olması məsləhətdir. Məhz Q8 mühərrik yağı avtomobilinizin mühərrikinin uzun ömürlü olmasına təminat verir. Axı yağ dəyişmə sonrakı təmirdən daha ucuzdur. Q8 mühərrik yağı isə belə tezliklə təmirə getməyinizin qarşısını alır. Biz yağımızı çəkib qutarandan sonra bura keyfiyyətli Q8 yağları 5W40 yağını əlavə edirik. Köhnə yağla yeni yağ qarışdırıldıqda yağ mühərrikin divarlarını hopur və yağ filtrini qapadır. Bu deməkdir ki, sizin avtomobilin mühərriki yağ defisiti ilə işləyəcək. Yağ dəyişən zaman yağ filtrlərini də dəyişin. Hər bir filtrdə əks klapan var. Əgər köhnə yağla qarışdırılmış yağdan istifadə edirsinizsə, bu zaman filtrin yağ buraxma qabiliyyəti aşağı düşür və yağ mühərrikə filtrdən kənardan düşür. Vaxtında yağ və filtri dəyişməklə mühərrikin ömrünü uzadın. Mühərrikin yaxşı işləməsi və ömrünün uzun olması üçün mütləq Q8 mühərrik yağından istifadə edin. Unutmayın ki, siz avtomobilinizə necə yanaşırsınızsa, avtomobiliniz də o cür sizə qarşılıq verəcək. Avtomobilinizin mühərrikinin ömrünü uzatmaq üçün Q8 mühərrik yağından istifadə etmək məsləhətdir. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performance Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65-155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam, mən Aqil Rəhimov, DJ Turala maşın sürməyi öyrədirəm. Gedirik. Əgər anormal olursa yol, dönmə ışıqlarını yandırırıq sola, sonra güzgüyə baxırıq, sonra kəskin hərəkətlərlə yol. Bax, indi bir balaca tormuz ayağımızı qoyuruq, çıxmır ki heç. Yox. Təbii ki, eləm. Gələndə bir çıxa bilər. Qazı verib gelir. Yəni ki, İndi bunu gəl şəhərdə belə sür. İndi biz sürəcəyik Tural. İndi Tural bu prinsipləri həyata keçirsək, biz şəhərdə də arxaya sürəcəyik. Gəlin şəhərə gedək Tural. Ayaq torumuzu qarşıdakı maşından soldadır, nə sağda. İndi qaydacaq, yəqin bilmirəm. Ötmə onu. Niyə? Bilinmir. Bilinmir. Sağı da götürə bilər, sola da. İnan, indi fikirləşir. Və o fikirləşəndə siz də fikirləşməlisiniz. Yol verəcək, yoxsa yox. Yəni, xota nədədir? O getdi sola. Getdi lab yaxşı, indi bildik. Ayaq torumuzda. Qarşıdakı avtomobilin təkərlərinin asfalta toxunuş nöqtəsi. Fikir ver, arxada necə sakit idi. Amma solda maşın girir. Bir balaca belə ayaq torumuzu. Niyə biz qaçdıq? Bizdən o maşın qabaretləri böyüdür. Birdən yerləşməz deyək. Yerləşməz. Özümüzü qorumalıyıq. Arxada da yer dəyişmələr başlayır. Biri gedir, biri gəlir. Bəli, biz niyə? O hövsələsizlik başlayır. Yəni, məsələn, bir balaca elə bir ki, belə tıxac artanda insanlar elə gəlir ki, sağda olanda sol zolaq yaxşıdır. Solda olanda sağ zolaq yaxşıdır. Qanatlar olsaydı uçardı. Ayağı torumuza. Amma mənasızdır. Qanun nə deyir? Tıxac vaxtı zolaqları çalış dəyişmək. Tural, qazdan yox çək, azca ver. Qazdan yox çək, azca ver. Azca qazı ver, azca. Təpiklər gedir. Ayaq torumuza qoy, zəhmət olmasın. Ayaq torumuza bəsdir, Tural, bəsdir. İnan ki, o kəskin tormuzlamadan qorxulusu yoxdur. Siz qarşısındakini heç vaxt vurmazsınız. Amma arxadan zərbə olar, əgər kəskin tormuz olsa. Bəli. Bax, yenə də danışaq. Yol ver nişanı var, svetofor var. Svetofor işləyir. Deməli, bu yol ver nişanı istirahət edir. Gözləyir də öz vaxtını. Nəyə gözləyir? Svetofor Allah xarab olar. Onda o qüvvəyə İndi isə o qüvvədə deyil. Ona görə qarşıdan gələn və sağdan gələn nəqliyyat vasitələri, yəni svetofor işləyirsə, üstünə yönələcək. Bizim halımızda isə onlara qırmızı yandığına görə biz düz və sağa gedə bilərik. Çox güman ki, biz sağa gedəcəyik. Yəqin ki, biz sağa gedəcəyik. Bəli, biz yəqin sağa gedəcəyik. Məsələn, arxadakına xəbərdarlıq eləmək lazımdır ki, mən sağa gedəcəm. Çünki o başlayıb yandırmağa. Əlbəttə yandırır. Onunla bir yerdə həmrəy olar. Yaxşı olar. Qabaqdakı maşının şüşəsindən baxırsınız, qara maşın getdi. Qazdan çəkdi, lazımdır, kəskindir. Baba bu sola dönəcək. Qazdan çəkdi. Soldakı maşın sağa dönəcək, siz də çıxa bilər. Qara avtomobilin arxasında dayanır. Baba ehtiyatdan o girəcək, o maşını buraxacaq. Yox, o orada ilişdi. O ilişdi. O düz götürmədi döngəsini. Götürmədi, ya orada parkovda eləmək istəyirdim. Yox, döngəsini o fikirləşdi, o zaman boşdur. Ha, indi arkaya verir. Mən güzgüyə baxım, arkaya verir. Neyse, o onun problemi. Öz dərdimi çək. Öz dərdi, bizim öz problemi. Ayaqlarımıza Turalda. Aha, yenə də həmin təhlükəli yer. Yenə də burada
təhlükəli insanların sayı artır. İnsanların sayı artır və onların içində qanunu pozanların sayı artır. Ayaq torumuza, Tural. Tələsməyin. Orada bir də taksi şoförü hansısa əməliyyat yerinə yetirir sürücüsü, daha doğrusu taksi sürücüsü. Ona görə biz... Ayaq torumuza Roman Juliet'dən bıraxın zəhmətimizə. Roman Juliet'də olan ən qorxulu deməli piyadacılardandır. Niyə? Fikirləri yolda deyil. Ayaq torumuzda həmin taksisti dönəndən sonra daha bir xətalı əməliyyatlar eləyir. Ayaq torumuzda, niyə uşaq, bu uşaqla qorxulu, ayaq torumuzda. Dönmə işıqlarını yandırmışsınız sonra? Yandırmışam. Dönürük. Qazı vermirik, Tural. Sola dönəndə axı biz piyadacını buraxmalıyıq. Onu yox əlbəttə, bu keçməlidir. İndi qazdan ayağımızı çəkirik. Dönmə ışıqlar, ayaq torumuz da açıqlı olanı basmayın. Yaxşı, onu da gedirik. Baba, sarı xəttdə olmaz. Sarı xəttdə... Düz bu xanın, düz yolun ortasında, düz üstümüzə gəlir. Görürsən, deməli... Yox, o tapdalamalıyım. Yox, ayaq torumuzda, o da onu... Sol səsdən gəlir. Soldan gəlir. Qazı verir zəhmət olsa. Dönmə ışıqlarını sarı yandır. Yox, sarı xəttdir. Avtobusun qabağında saxlayarıq. Bir bax gör orada xət varmı? Ayaq torumuz. Laf sarı xət olsa da bir... Dayanma durma qadağan nişanı yoxdur. Bu xanım hara gəlir? Deməli, onu bilmək üçün saxla görək hara gəlir. Saxla. Fikir edirsiniz, yolun sağ tərəfində keçid var. Var. Düzdürmü? Onu siz bilirsiniz, ayaq torumuzu. O keçid varsa... Biraz sola dönürük. Biraz sola. Heç bir qanunu pozmuruq ki, deməli işarə yox. 15 metrdən uzaq məsafədə dayanacaqda dayanmışıq. Bu bir, ayaq torumuz. İkincisi də, deməli, yol aracının əvvəlində nişan yox idi ki. Xeyr, heç bir. Yeni dəyişikliklərlə, deməli, sarı xət qüvvəsini itirir də. Bəli, dayanma durma, bax fikirli dayanma durma qadağandır nişanı qabaqdadır. Bax, ondan sonra deyəm. Bəli, bir də dayanacaqdır, 15 metrdən uzaq məsafədə dayandığımıza görə biz maşını burada saxlaya bilərik, amma o Alman avtomobili qanunu pozub, o avtobus dayanacaqlar. Bir şey də əlavə edeyim. Əgər sarı xət yoxdursa, amma o işarə varsa, yəni dayanmaq durmalı. Yenə də o qüvvəsində. Bəli, o qüvvəsində. Amma sarı xət o işarəsiz qüvvəsində deyil. Əla. Mən parking edirəm, daha sonra bunu söndürürəm və... Mənim yol hərəkətinlə bağlı sualıma düzgün cavab verməklə bizdən 20 manatlıq danışıq kartı və Əziz Talıbovun kitabını hədiyyə qazana bilərsiniz. Bunun üçün nə etmək lazımdır? İndi verəcəyim suala hamıdan tez və düzgün 8155-ə SMS yazmaq lazımdır. Beləliklə, diqqət sual. Bu nişanın mənası nədir? Düzgün cavabı 8155-ə SMS-lə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidməti. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Qanun onu pozmaq üçün deyil, ona əməl etmək üçündür. Yol hərəkəti qaydalarına əməl edin və yolda sağ qalacaqsınız. Performans Center'ın baş sponsorluğu ilə avtostopa baxdınız.